İlk əkinçi var ay. Elə mədəni adam odur da. Mədəniyyət demokratiyanı doğurur. Qardaş, bu adam özü yonulmasa, dünya nətər yolunacaq alələ? Azadlıq Radiosunda izə düşmüsünüz. Efirdə İz Mədəniyyət proqramı. Bizim qalayı Azadlıq Radiosu Azərbaycan Cumhuriyyətinin 90 illiyindən başladığı Cumhuriyyət fədailəri silsiləsini 100 illiyə daşımaqda qərarlıdır. Beləliklə, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşı, Fətəli xan Xoyski, Ceyhun bəy Hacıbəyli, Həsən bəy Ağayev, Xəlil bəy Xasməmmədli ilə başladığımız verilişlər İstiqlal şairi Əhməd Cavadla davam edir. Doğumunun 120 ilində Əhməd Cavadın xatirəsini hələ Sovetlər dönəmindən onun ən böyük pərəstişkarlarından olan Professor Babaxan Niyazlı və bənzərsiz şairin nəvəsi Anar Axundzadə ilə anacağıq. Veriliş boyu Əhməd Cavadın şiirlərini və sözlərinə yazılmış mahnıları da eşidəcəksiniz. Babaxan müəllim, xoş gördük sizi. Sağ olasınız. Çox maraqlıdır. Əhməd Cavad yaradıcılığına belə böyük maraq sizdə hardandır? Belə baxanda ədəbiyyat adamı deyilsiniz. Yox, ədəbiyyat adamı deyiləm, amma məsələ burasındadır ki, tarix ədəbiyyat maraqlısıyam. Düzdür, peşəm iqtisadçıdır. İqtisad elmi üzrə professoram. Amma mənim üçün ən çox maraqlı xalqımın, ölkəmin tarixi, bir də tarixi şəxsiyyətlərdir. Əgər xatırlayırsınızsa, bir neçə il öncə biz sizinlə elə bu studiyada görüşmüşük. Bəli, bu studiyada biz sizinlə görüşmüşük. Və onda siz söylədiniz ki, mən Əhməd Cavadla bağlı araşdırmalarım var. Bəli, mənim elə araşdırmalarım var Əhməd Cavadla bağlı. Özü də sizi dəvət elədim ki, misal üçün belə bir şey deyim sizə. Bizim demokratik fikirli, açıq fikirli, millətçi, eyni zamanda xalqçı ədiblərimiz olub, şairlərimiz olub. Bunların ən yüksək səviyyədə seçilənləri Sabirdir, Məhəmməd Hadidir, Hüseyn Cavid Əfəndidir və Əhməd Cavad. Əhməd Cavad kim idi? Əhməd Cavad şair idi. Əhməd Cavad demokrat. Əhməd Cavad millət şairi idi. Əhməd Cavad əskər idi. Əli silahlı əskər idi. Özdə iki cəbhədə əskər idi. Bir vaxt Türkiyə o irticanın, o müdaxilənin girdabında boğulanda Əhməd Cavad əli silahlı İstanbulun müdafiəsində iştirak edir. İkinci vaxtı ilə Xosrov bəy Sultanovun başçılığı ilə Türkiyədə müharibədən zərər çəkənlərə bir yardım qrupu yaradıldı. Əhməd Cavad burada Xosrov bəy müavini kimi hərəkət edir. Və bundan da istifadə edərək bütün Türkiyəni gəzdi Əhməd Cavad. O xalq kimdir? O xalq nə ilə nəfəs alır? O xalqın problemi nədir? Dərdi nədir? Bunların hamısı Əhməd Cavad üçün aydınlar. Əhməd Cavad demək tək bizim Azəri türklərinin yox, eyni zamanda bütün Turan Türkiyəsinin, bütün Türk aləminin şairi, mübariz oğru oldu. Hətta o burjua inqilabı deyirik. Fevral burjua inqilabı. Ondan sonraki müvəqqəti hökumət yaradıldı. Onda bir zak federasiya, bu üç respublikanın bir federasiya nəzərdə tutuldu ki, belə bir devlət yaransın. Və burada bir Azərbaycan Milli Şurası yarandı. Başda rəhmətli Məhəmməd Əmin Rəsulzadə olmaqla. Eyni zamanda onun tərkibində bir Türk fraksiyası, Azərbaycan fraksiyası yaradıldı. Əhməd Cavad o fraksiyanın tərkibində idi. Düzdür, heç yerdə adı çəkilmirdi. Bilmirəm, nə üçün çəkilmirdi? Niyə çəkilmirdi? Niyə çəkilmirdi? Bu mənim üçün qaranlıqdır. Çünki Əhməd Cavad Qars danışıqlarında iştirak edib. Əhməd Cavadı bir növ Azərbaycan şeiriyyətinin, ədəbiyyatının Məhəmməd Əmini adlandırıblar. Bu belə bir şəxsiyyət olub. Gerbimiz, bayrağımız, himnimiz, bu hamısı Əhməd Cavadın qələmindən çıxan, Əhməd Cavadın ideyasından doğulan şeylər. Siz təsəvvür edin ki, indi bəzən arada o Azərin xanım oxuyur, bizim bir çırpınırdı Qaradəniz. Çırpınırdın Qaradəniz, baxıb Türkün bayrağına. Bu mahnı, bu şeir, bu himn idi. Ama biz 70 yıl bu himni oxuya bilmirdik. Ama Türkiye'de bu okunurdu. Türkler bunu özleri için bir himn kimi qəbul eləmişdilər. Bax, Əhməd Cavad buydu. Əhməd Cavad birinci dəfə Azərbaycan parlamentinin üstündəki bayrağa baxıb, fərəhlənib, o bayrağı məth eləyən
və özünü ona qurban deyən bir şəxsiyyət idi. Parlamentdə də onun yeri var idi, Azərbaycan parlamentində də. O vaxtki biz sayırıq, Məhəmməd Əmin Rəsulzadə, Topçubaşev, Xan Xoyuzçi filan bəmən, bunların hamısıyla bir yerdə olub bu adam. Budaqlı hülya yaşaya bilmərəm bir kərə sənsiz. Demək, atadan yetim olub. Anası bu əslən Şəmkirdəndir. Şəmkirdə bir Seyfəli kəndi var. Seyfəlidəndir. Anası onu götürüb Seyfəlidən gətirib Gəncəyə. Gətirib onlar yəssiz, sahibsiz bir ev kirayə eləyiblər. Orada anası məşğul olub, xalçaza toxuyub satmaqla, bununla bu adam orada oxuyub. Bu adam orada oxuyanda Hüseyn Cavidlə tanış olub. Hüseyn Cavid bunun müəllimi olub və başqaları. Orada düz ruhani məktəbi adlanıb. Amma orada açıq fikirli Azərbaycanlılar dərs deyiblər. Bunların təsiri olub. Və bu adam, necə deyim sizə, əqidəli bir yol tutub. Və bu yolu da ölənə qədər davam elətdirib. Kərə sənsiz, səninlə gəzərəm, eldən eləyəm. Xoş gördük Anar bəy. Anar bəy, Əhməd Cavadın adını neçə yaşından evinizdə eşitməyə başladınız? Yəni, ümumiyyətlə Əhməd Cavadın adı evinizdə yasaq idimi sizin uşaqlığınızda? Xeyr, biz həmişə evdə əsasən nənəmlə Şüküryə xanımdan eşitmişik biz Əhməd Cavad haqqında. Bizim ailədə mənim atam görməyib, yaş yarım idi atamı Əhməd Cavadı güllələyəndə. Ona görə biz Əhməd Cavadı əsasən şeirlərdən, mahnılardan, filmlərdən, bir də nənəmizin xatirələrindən tanımışıq. Bəs atanız nə deyirdi? O uşaqlığında eşidirmişmi öz atası haqqında bir şey? Atam həmişə deyərdi, rəhmətli, mən Azərbaycanda ən az yaşlı məhbus olmuşam. Çünki Əhməd Cavadı 37-ci ildə güllələyəndə onun xanımı Şüküryə xanımla oğlu yaş yarımı Yılmazı da həbs eləmişdilər. Bir kərəm sənsiz. Bəs nənənizi necə xatırlayırsınız onda? Deyilənə görə Şüküryə xanım biraz kişi xasiyyətli qadın olur. Sizə qarşı necə idi Şüküryə xanım? İpək nənə idi, yoxsa sərt idi? Yox, Şüküryə xanım çox yaxşı nənə idi, mehriban nənə idi. O öz xatirələrində Əhməd Cavadla bağlı olan xatirələrində ancaq gözəl günlərdə də xatırladardı. Həmişə, heç vaxt bu ağır günlərdə heç vaxt aman danışmazdı. Heç zaman. Ancaq danışardı ki, biz o vaxtı dramada, teatrlara gedirdik, bizim öz lojamız var idi, belə həmişə. Ancaq gözəl günlərini xatırlayırdı, xoş günlərini xatırlayırdı. Çox maraqlıdır. Primicə Şüküryə xanımın xoş olmayan günləri daha çox olub həyatında. Çox olub. Bəs nədir? 10 il Alжир lageri var idi Qazaxstanda. O zaman Aktyorski lager Jon İzmennikov Rodin adlanırdı. 10 il ссылкada olub. O zaman mənim yadımda 91-ci ya 90-cı il idi. Elə Şüküryə xanım hələm o vaxt sağ idi. Qazaxstan film gəlmişdi. Bu Alжир haqqında film çəkirdilər. Mən şəxsən o vaxt bildim o Alжир nədir. Son sözləri odur ki, mən orada sual verdilər ki, siz Əhməd Cavad sizcə xalq düşmanı olub? O deyirdi ki, yox, mənim ürəyim nə qədər döyünürsə, Əhməd Cavad çox təmiz və gözəl insan olub. Heç vaxt xalq düşmanı olmamışdı. Bəs onunla tanışlığından, onunla keçirdiyi günlərdən nələr danışırdı Şüküryə xanım? Şüküryə xanım o vaxtları Əhməd Cavad Türkiyədə, Batumda bir komitə yaratmışdılar. Türk ordusuna yardım. Bu Azərbaycan milyonçuları yardım eləyirdi. Əhməd Cavad da bu Batum, Azərbaycan orada mərkəzin rəhbəri idi. Və Şüküryə xanımı o zaman orada görüb. Bu yaşadığı evdən üzbəyiz yaşayıblar. Süleyman bəy, Bejanoğlu. Düzdür, indi bizim qomud Bejanidcədir. O əvvəl onların soyadları Bejanoğlu. Orada görüb öz şair dostlarını elçi göndərib. Süleyman bəy deyib ki, bəs mən Əhməd Cavad tanıyıram, çox gözəl şairdir. Amma mən qızılbaşa qız vermərəm. O da zəhimli bir adam olub Süleyman bəy. Deyir, stoldan durub qapıda deyir ki, vermərsən qaçırdarıq. Elə də olub qaçmışdı. Doğrudan mı? Şüküryə xanım qaçıb gəlmişdi. Sonra birinci evlatları olandan sonra gediblər barışıblar. Əhməd Cavadı güllələyəndə Şüküryə xanımı həbs edəndə çağırıblar MTN. Çağırıblar, deyiblər ki, bəs Əhməd Cavadı güllələyirlər. Sizin 4 evladınız var. Ərzə yazın boşanın Əhməd Cavaddan, gedin uşaqlarınızla məşğul olun. Deyir, siz nə danışırsınız? O vaxt olub ki, mən öz knyaz atamdan Əhməd Cavada görə imtina eləmişəm. Siz deyirsiniz, mən 4 evladıma görə Əhməd Cavaddan imtina edeyim və mən yazdığım ərzə, mən bilirəm ki, sonu güllələyəcəksiniz. O ərzə sizin güllədən ağır olar ona.
Elə onu dərhal həbs eləyirlər Şükürə xanımda. 10 ildən. Atam danışırdı. Deyir, anam qaydanda lagerdən utanırdım heç, yaxınlaşmırdım. Yaşayarım o heç yadında dördü ama. Heç nə xatırlamır. 8 il keçib yəqin ki, beləcə. Bəli, 8 ildir. 8 il yarım deyəsən olmuş da. Aydındır. Bəs atanızın Sovet hökumətinə münasibəti necə idi Yılmaz müəllimin? Yəni onun atasını güllələyə, hökumətlə necə davranırdı? Əhməd Cavada 57-ci ildə bəraət verdilər. Ondan sonra atam instituta daxil olanda danışırdı. Birinci dəfə o hüquqşünas idi, amma birinci dəfə imtahan verəndə onun ərizələrini qəbul eləməmişdilər. Bakı Dövlət Universitetində ki, bəs sən filan kəsin oğlusan, olmaz. Hələ bəraət alandan sonra, neçə il keçəndən sonra. Atam onda Aziyə daxil olmuşdu. Ondan sonra bir il orada oxuyandan sonra təzədən imtahan verib hüquq fakültəsinə daxil olmuşdu. Çox əziyyət çəkib əslində atam. Danışırdı ki, o vaxt Şükürə xanım qayıdandan sonra Bakıda qoymurdular yaşamağa Şükürə xanımı. Rayonda qalırdı. Seyfəlidə, kənddə. Və hər gələndə Bakıya, həkimə gələndə, dərhal axşam gəlirdilər ki, bir gün qalınmasız qayıdın geri. Böyük əmim Niyazi xatırlayırdı. O danışırdı ki, Əhməd Cavadı güllələnməmişdən öncə 2 dəfə həbs etmişdilər. Bir dəfə Göygöl şeirinə görə, ikinci dəfə Kür şeirinə görə. Hər dəfə də evdə obus keçirirdi. Bütün nə əl yazmaları, hər şeyi axtarır, hamısını götürüb aparırdılar. Çox şeirləri belə itibat olub. Axırıncı bir dənə əl yazması qalıb, axırıncı dəfə əmim danışırdı. Stolun üstə olub, oturub onun üstündə, evdə axtarış olanda. Hamısını aparıb, bir o dəftər qalıb bizdə öz əl yazması. Gör nə qədər şeir itib. Çox şeirlər itib. Belə biz bildiyimizə görə elə şairlər var ki, öz adından çıxar, yazıb bu şeirlər çıxıb. Hətta elə. Gəncədən gəlirəm, yüküm furnadır. Gəncənin yolları vurmadır. Azadlıq Radiosunun Niz proqramı Cumhuriyyət fədailləri silsiləsindən İstiqlal şairi Əhməd Cavada həsr olmuş verilişi təqdim edir. Əhməd Cavadı onun haqqında araşdırmalar aparmış professor Babaxan Niyazlı və nəvəsi Anar Axundzadə anır. Günəşə sən çıxma, mən çıxım deyir. Qorxmuyub Sovetlərin gələndən sonra. Onun bir Kür poeması var. 250 misralı bir poemadır. 30-cu ildə yazıb onu. O poema sonu 2 sətirlə tutarır. Əyil Kürüm, əyil keç. Meydan sənin deyil, keç. Bu özünə deyirdi bu sözü ki, Cavad, artıq meydan sənkidir. İlk gündən Əhməd Cavad öz taleyini özü başa düşmüşdü. Çünki onun taleyini ilə tutarırdı. O vaxt ki, bizim Yazıçılar İttifaqında bir dəstə yarandı. Mən o dəstənin bir neçəsinin adını burada seçmişəm. Kimdir dəstədə? O dəstənin başçısı Hüseyin Mehdi 55-ci, 56-cı illərdə o şəxsiyyətə pərəstlik kimi həkəm tənqid olunurdu, Bağırov güllələndi filan. Mən onda bir vaxtı başladılar, bu Yazıçılar İttifaqının bir Azərbaycan jurnalı vardı. O jurnalda 35, 36, 37-ci illərin protokollarını verməyə. Amma 3 nömrədə verdilər. 4-cü nömrədə başa düşdülər, kəsdilər. Deyir, mən nə sanılıyam, nə də Cavadam, onlara düşmənəm, onlara yadam. Bəli, onun bir 26'lar poeması var. Qafqazın qartalı Şahumyan, şarlatan Məhəmməd Əmin Rəsulzadə. Mən deyirəm, onlar yaşadılar, amma bunlar öldülər. Bunlar öldülər, qurban getdilər. O vaxt rəhmətli Cavidin də bir sözü var. Deyir, bazar bağlanıbdır, qəhətlik sökmüş, satılıq şey qalmamış vicdandan başqa. Hər şeyin qiyməti 100 qat yüksəlmiş. Uzun şey qalmamış insandan başqa. Baxırsınız, bax bunun hər bir kəlməsi, hər bir söz bir inqilabdır, bir şikayətdir, bir faciədir. Gör bizim nə qədər görkəmli adamlarımız heç nəyin qurbanı olublar. Bu millətin faciəsi idi. Biz indi deyirik xalq düşməni. Başqa adamlar vardı, yol təmizlənməli idi, bunlar sıradan çıxmalıydı. Bunlar qalsaydılar, onlar olmayacaqdı. Bax qızım, bu həyat o qədər mürəkkəb, o qədər faciəlidir ki, adam danışanda özü qəhərlənir. Vallahi. Babaxan müəllim, Yaşlılar Birliyinin içində olan o qrupdan Əhməd Cavadı ölümə sürükləyən, 37-ci ilin repressiyalarına sürükləyən Bəli. məqamları xahiş edirəm. Qoyla bu cümləni oxuyum. 1920-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan yazıçıları, şairləri, ədibləri və ədəbi tənqidçiləri arasında görkəmli vətən şairi Əhməd Cavada
qarşı xüsusi bir dəstə yarandı. Bu dəstənin üzvləri Əhməd Cavad yaradıcılığına qarşı, onun şəxsiyyətinə qarşı, öz məqalələri, çıxışları, danosları ilə hücum etməklə kifayətlənməyərək, həm də onlarla həmfikir olmayan, onların dəstəsinə daxil olmayan, həm də özləri üçün hədəf seçdikləri bəzi şair və ədibləri də ona qarşı qoydular. Bunu da bir elə Mikail Müşbir idi. Onlar müəyyən bir vaxtda Mikaili Əhməd Cavada qarşı qoydular. Göygöl şeiri. O da yazmışdı, bu da yazmışdı. Nə onun Göygöl şeirində bir əks inqilabı bir söz yox idi, nə bununkunda yox idi. Bunlar kim idi? Məmməd Kəmal Ələkbərlidir, Mehdi Hüseyin, bir Mehdi Seyzadə, Məmməd Rahim, bu Quliyev, bunun adını tapa bilmədim, familiyasını yazmışam. Zəncili və s. Son zaman bu bir neçə il bundan qabaq gimlə bağlı çox. Ver. Ben onu soruşmaq istəyirdim ki, bu qısqanclığın səbəbi nədir? Gah himnin sözlərini istəyirlər dəyişdirsinlər, gah deyirlər sözlərini Əhməd Cavad yazmayıb. Repressiya davam edir eləmə. Yəni nədir bunun səbəbi, Anar bəy? Bilmirəm, o yəqin elə qısqanclığı var. Gözləri götürmür, bilmirəm. Gim yazılanda konkurs keçirdiblər. Ad qoymurdular adda gim yazan. Kim yazırdı? Əhməd Cavad da adda yazmışdı Camo. Bu son vaxtı bu adam kim deyirdi ki, mənim babam yazıb, onun adı Camoydu. Bəli, Cəmal bəyli. Deyəsən səhv eləmirəmsə Giyovqo bu və heç bir başqa bir şeiri yoxdur. Deyirlər ki, kim bir dənə bunu yazıb, o da Azərbaycanın himni olur. Amma mənim atam o vaxt özü açıqlama verdi. Çıxdı ki, Camo nə demək? Ya Cavad Axundzadə Məmmədəlioğlu. Sonra son vaxtlar Susmaram şeiri ilə bağlı deyirlər. Onu Qosunlu Məzahirin adına çıxırlar. Bunun münasibətiniz necədir? Mən də bu yaxında eşitdim. Şeir Əhməd Cavadın edamdan qabaq son dediyi sözlərdir. 2 gün, 3 gün qabaq güllələnməmişdən yaxşı dost olur, bir yerdə institutda dərs deyirlər. Ona o şeiri əzbərlətdirir. Deyir, bunu yadda saxla, vaxt gələr evlatlarıma, varislərimə çatdırarsan. O da Sovet hökuməti vaxtı heç yerdə o şeiri heç vaxt deməmişdi. 90-cı illərdə deyəsən yatağa düşüb, evlatlarını çağırıb ki, məsələn Əhməd Cavad o zaman mənə belə bir şeir əzbərlətdirib. Qələm götürün, yazın onu, itib batmasın. Yazıb, onun oğlu Gəncə qəzetində biz bildik. 2004-cü ildə çıxdı o şeir. Mən bir qulam, yük altında əzilmişəm qardaşım. Sevinç bilməz bir məhkumam, ahuzardır sirdaşım. Damğa vurub, zəncirləyib tullamışlar zindana. Qarlı buzlu cəhənnəmlər məskən olmuşdur mana. Mənə dinmə, sus deyirsən, nə vaxtacan susacam. Böhranların, hicranların məhbəsində qalacam. Niyə susum, danışmayım, insanlıqda payım var. Mənim ana vətənimdir talan olan bu diyar. Niyə susum, danışmayım, Türk yurdudur bu torpaq. Oğuzların, Elxanların vətənində kimdir bax. Susmayacam. Qoyasınlar, yük altında ölüncə, təkdirlərə dözə-dözə, düşmən mənə gülüncə. Süd verərkən doğma anam belə demişdir mənə. Sən qurban bəsləyirəm Türk yurduna, vətənə. Bu dünyada azadlığı şan şöhrətdən üstün tut. Alçaqlığı, yaltaqlığı, rəzilliyi sən unut. Sənin sevgin vətən olsun, millət olsun, mən olum. Südüm sənə haram olsun, xəyanət etsən oğlum. Əhməd Cavada çox şey deyirdilər. Nədir günahlandırırdılar? Əhməd Cavadı günahlandırırdılar çünki onun şeirləri hamısı Cümhuriyyətə aid idi. O Cümhuriyyəti tərifləyirdi. Yəni onun keçmişini bilirdilər. Bilirdilər onun keçmişini. Onun keçmişini bilirdilər ki, o Milli Şuranın üzvü olub, o Azərbaycan Türk fraksiyasının üzvü olub, o Xosrov bəy Sultanovla dost olub, bir yer dəyişdirib, o Qars danışığında türklərlə Məhəmməd Əmin Rəsulzadənin danışığında orada iştirak eləyib. Sonrakı da ki, gəldi çıxdı Türk-Azərbaycan ordusu. Bunlar Məhəmməd Hadi idi,
oydu. O dəfə sizə haqqında danışdığım Həbib əfəndi idi. Yüzlərlə belələri vardı, yüzlərlə belələri. Qoşuldular o türk qoşunlarına, öz xalqının uğrunda vuruşdular, gəldilər, Bakını azad elədilər. Azərbaycan xalqının bundan sonra qanının tökülməsinə imkan vermədilər ki, bu xalq yaşasın. Bunu bilirdilər. Və onlar bir şey də bilirdilər ki, indiki hakimiyyət əlbəttə cümhuriyyət deyil. İndiki hakimiyyət kommunist hakimiyyətidir. Ruspərəst, ermənipərəst hakimiyyətdir. Bu Moskvaya tabidir. Bunlar bunu bilirdilər və bundan istifadə edib özlərinin yollarını təmizləyir. Çox gizlin sirlər var və bu gizlin sirlərində üstünü örtənlər var. Bax, həyat belədir. Amma bir vaxt gələcək, Sevda xanım, bir vaxt gələcək, mən bilmirəm, mən bu görəcəm, görməyəcəm, amma siz görəcəksiniz. Siz görəcəksiniz ki, haqq yerini tapacaq. Haqq yerini tapacaq. Rəhli bayrağından məsud yaşa. Rəhli bayrağından məsud yaşa. Himnin sözlərini siz özünüz bəyənirsinizmi? Mən bəyənirəm. Elə gəlir ki, hamı bəyənir. Bir ara dedilər ki, güya çox uzundur, himn o qədər olmamalıdır. Kimsə dedi ki, millət vəkillərindən ki, sözlərini başa düşmürük. Ey qəhrəman evladım, şanlı vətənim. Sizin özünüzün, Anar bəy, Əhməd Cavadın ən sevdiyiniz misrası hansıdır? Mən məsələn mən hər gələn 1 mayısa pək çox ümidlər bağlarım. Hər gələcək mayıs üçün Nisan ağlar, mən ağlarım. Bax, bu misrasını çox sevirəm. Siz hansını sevirsiniz? Mən Əhməd Cavadın bütün şeirlərini sevirəm. Elə mi? Amma ən çox sevdiyim bu Susmaram şeiri oldu. Elə bir bugün yazılmış. Bəli. Elə bil indi yazılıb. Necə susum? Danışmayayım. Mən eləyim xəyanət. Hanı sevgi, hanı vətən, harda qaldı millət? Mən bir qulam, yerim altun, suyum gümüş, özüm aç. Atam məhkum, anam salih, elim hər şeyə möhtac. Dil yaranıb danışmağa, mən danışa bilmirəm. Aç qəlbimi, yar sinəmi, ciyər vərəm, verəm. Köramal tək sürünməkdə denəm var mıdır məna? Nə vaxtacan kürək üçün girək hər alçaq dona? Mən Azər övladıyam, dərnəqlim, zəkam var. Nə vaxtacan şiirimizdə gəzəcəkdi yağlar? Nə qədər ki hakimlik var, məhkumluq var. Mən varam, zülmə qarşı üsyankaram. Əzilsəm də susmaram. Sizcə bu onun müasir səslənməsi əcaib görünmür? Yəni üstündən az qala 70-80 il keçəndən sonra Azərbaycanda bu... Elə bir böyük dəyişiklik yoxdur deyəsən. Ən qorxusu budur. Yəni Əhməd Cavad hələ də çağdaşdır, hələ də aktualdır. Bu yaxında mayın 12-sində Ankara'ya dəvət eləmişdilər Əhməd Cavadın 120 illik. Mən xəbər tutdum, yer gəlmişsiniz. 120 illik yubileyini keçirdirdilər. Çox gözəl tədbir keçdi. Türksoy tərəfindən, bir də Türkiyənin Mədəniyyət və Turizm Naziri tərəfindən nazir özü də iştirak elədi. Çox gözəl tədbir keçdi. Buradan Azərbaycandan mən idim, Anar idi yazıcı, Yazıçılar İttifaqının sədri və bizim səfir orada iştirak elədi. Qalan hamısı TRT-nin rəhbəri idi, nazir idi. Çox gözəl tədbir keçdi. Azərin xanım oxudu, çırpınırdı Qaradəniz o. Türkiyədə biləndə kimi Əhməd Cavadın nəvəsiyə belə bir nadir tapındı kimi baxırlar. Doğrudan mı? Amma çox oxşayırsınız. Hə, deyirlər çox oxşayır. Elə biləsiniz. O biraz göz o biraz. Doğrudan mı? O sarışın oldu. Bəli. Dost elindən illər var ki çarpar sinə. Babaxan müəllim, bax siz ömrünüzün əksər hissəsini Sovet dövründə yaşamış bir adam. Amma partiyanın üzvü olmamış. Olmadı, değil mi? Olmadı. Necə xatırlayırsınız Əhməd Cavadı? Hiç Sovet dövründə Əhməd Cavad xatırlanırdı mı? Adı çəkilirdi mi? Mən sizə bir şey deyəcəm. Tanıyırdılar mı? O dövrün mən bir şey gəncləri deyəcəm sizə. Əhməd Cavadı. Necə xatırlanırdı Əhməd Cavad? Xatırlanırdı. Eşidirdik biz. Kimi də eşitməsək, Hüseyin Cavidi daha çox eşidirdik. Kəndin ağsaqqalları, rayonun ağsaqqalları, ziyalıları vardı. Görmüş götürmüş adamları vardı. Mən onların dilindən bu 2 nəfər eşitmişəm. Qaldı Sabir filan və mən bunlar heç bir şəbəkələr idi. Sovetlər dövründə də. Bu da Sovetlər dövründə də vardı. Amma bu 2 nəfərin haqqında biz ancaq o vaxtki ziyalıların dilindən eşidirdik. Sən yoluna
İncilər səpsən yoluna. Bəs Cavadın ən çox sevdiyiniz şeiri hansıdır? Mən sizə bir şey deyim. Mən Cavadın bütün şeirlərini sevirəm. Cavadın bir yaradıcılığında balaca bir təzad var. Bu Sovet dövründə onun da pambıqdan yazdığı yerlər var. Onun da komsomoldan yazdığı yerlər var. Amma mən bunları Cavadın ayağına yazmır. Çünki mən o adamın şəxsi həyatı barədə o qədər mənim məlumatım vardı. Mən bilirdim ki, bunlar o rəhmətli Sabirin əsərlərində bir söz vardır, Leyç boğazdan yuxarı. Bunlar Leyç boğazdan yuxarı. Bu zamanın tələbatına görə yazılan bir şeydir. Anar bəy, bilmək istəyirəm ki, Əhməd Cavad adı, onun nəvəsi olmaq üstünlüyü həyatınıza nə gətirir ümumiyyətlə? Azərbaycan himnin müəllifinin nəvəsi olmaq nə gətirir sizə? Yəni yaşamaq daha asan olur? Mənim üçün çox şərəflidir, amma çətindir, çox çətindir. Bizə elə insanın nəvəsi olmaq, ya elə Yılmaz bəyin oğlu olmaq mənim üçün iki qat. Hər şey davranışında, hərəkətində birinci mən onları fikirləşirəm. Bəs nəvələrindən, nəticələrindən biz çoxsuz mindi? 9 nəvəsi var Əhməd Cavadın, mən ən kiçiyəm. Bacılarım var mənim 2 dənə, böyük. Bir də əmim uşaq var, əmim qızları var, böyükdür. Ən kiçiyi mənəm. Və nəticə də mənə görə 27-30 nəticəsi var Əhməd Cavadın. Nə yaxşı. Dəqiq saymamışam. Nə yaxşı, çox sevindim bizi. 2 dənə Cavad var nəticələrdən. Bizdə mən istəyirdim öz uşaqlarımı, evladımı Şükürəyə qoyum, mənə Cavad qoyum, papa qoymadı. Dedi ki, onun həyatı çox ağır olub, Şükürə xanımın icazə vermədi qoyma. Amma oğlum atamın adını daşıyır, Yılmaz. Şükürə xanımın mahnısını işləndə necə olursunuz? Şükürə xanım oldu. Çox gözəl mahnıdır. Adamın gözü doğru, çox gözəl mahnı. Özü eşitmişdi mi mahnını? Şükürə xanım xeyr, yox, eşitməmişdi. O vaxt yazılmamışdı. Ondan sonra yazılıb. Bəli, ondan sonra. Emin Sabitoğlu onu yazdı, sonra Can Azərbaycan, Şükürə, Gəncədən gəlirəm, Gəncəm hey mahnısı. Ona klip də çəkdirmişik, vermişəm kanallara, mənə göstərmirlər nəsə. Amma gözəl klip çıxıb Gəncəm hey. Əhməd Cavadın bu mahnıları diskini vermişəm çap eləməyə, hələm çap eləməyiblər, verəcəm. Gözəl bir dizaynda, kitab şəklində disk və orada şeirlərin hamısı orada 5-10 gün hazır olmalıdır. Bu yaxında Filarmoniyada da keçdi tədbir. Düzdür, Türkiyədə kimi nazir gəlməmişdi, amma mavinlər oradaydı. Amma belə sakit keçdi. Daha təntənəli eləmək olardı. O vardı, mən dedim orada, Mədəniyyət Naziri yanında oturmuşdu, dedim ki, deyəsən siz bunu sərəncam var keçirdiniz ki, deyəsən ki, keçirdik. Bu da belə getdi, bəli, bunu da etdik. Mənim özümə sonuncu gün deyib, mənim xəbərim yox idi. O da mən başqa adamdan eşitdim. Sonra zəng elədim bu ara ki, bəs Əhməd Cavad mahalləsinə heç dəvət, yadımızdan çıxıb, belə başımız qarışıb, belə. Sonunda da mənə söz verdilər, mən də belə çıxdım, minnətdarlıq bildirdim başqa. Çünki məndən qabaq orada gözəl natiqlər danışdı, Əhməd Cavadın həyat yaradıcılığına danışmışdılar əsas. 120 yaşı oldu Əhməd Cavadın. 120 yaşı oldu. Amma 45 yaşında getdi həyatdan. Mənim bir qardaşım 52 yaşında rəhmətə getdi. Mən indi də onu cavan deyib ağlayıram. 45 yaşında getdi bu adam. Eyni zamanda mənim bir şey də qeyd edeyim, Şükriyə xanıma. Onu çağırırlar ki, sən bir ərizə yaz, boşan, repressiyadan kənarda qal. O adama söyüşlə cavab vermişdi. Onu da burada qeyd eləmişəm. Neçə nömrəli iş açdılar ona, özün hara göndərdilər, uşaqların hara göndərdilər, başına oynaşdılar. Çox sağ olun, mən təşəkkür edirəm. Siz də sağ olun, minnətdaram. Sağ olun. Sağ olun. Azərbaycan, 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 ey qəhrəman evladım şanlı vətənin, ey qəhrəman evladım şanlı vətənin, səndən ötü can verməyə cümlə hazır, səndən ötü qan tökməyə cümlə qadır,
Azerbaycan, Azerbaycan.